Cruise.azın değerli dostları, müşterileri ve nihayet ki dünyanın en büyük gemisine gelip çıkabildik. Legend of the Seas gemisi 10. mertebe 288 nömrəli otaq ve Infinity balkonlu, hemen böyle bir çok rahat bir şekilde açılır. Çok güzel renkler, dizayn muhteşem. Hemen giren kimi tertemiz bir sanitar qovşaq, idare etmeler, boya aynası, asılganlar, bir dolap ve bu şekilde çok güzel bir otaqdır. Balkonlu, Infinity balkonlu. Belə bir çarpayı istəsəniz 2 dənə ayrı-ayrı, istəsəniz bir böyük, isteğe bağlıdır ama uyğunluğa da bağlıdır. Eğer gəmidə uyğunluq varsa bu şekil enerji qaynaqları. Hal-hazırda balkondayım. Infinity balkonun diğerlerinden fərqi nədir? Infinity balkon bildiyiniz kimi diğer gəmilərin, bəzi gəmilərdə var. Baxın, hal-hazırda mən otağın içindəyəm. Bu şekil çok geniş bir otaqdır. Burada pərdə var. Yaxşı, və siz bu pəncərəlinin sizin balkonluya çevrilmenizi istəyirsinizsə, sadə bir düymədə basırsınız və bu şekilde otağınız balkonlu olmuş olur. Bu kadar. Baxın, məhəccər yüksəkliyi kifayət qədər yüksəkdir. Təhlükəsizlik cəhətdən narahat olmağa dəyməz. İstədiyiniz təqdirdə bu şekildə buradan açıb pərdə, buranı da açıb və digər pərdəni də edərək artıq özünüzə bir balkon yaratmış olursunuz. Buyurun, balkonunuz, otura biləcəyiniz, dizayna diqqət edirsiniz. Bu şekilde çok güzel bir dizayn. Ve açtığınızda da tam bir otak. Rahat bir şekilde çekilebilmeyi için hemen tanzimleyeceğim. Ve bakın. Ve bu şekilde balkon. Bəzən videolarda yüksəkliyi görə bilmirsiniz. Belə düşünün, mən 1.79 və əlim çatır tavana. Belə bir yüksəklikdən söhbət gedir. Çok güzel bir dizaynı var burada. Güzgünün etrafındaki. Bu arada burada çekmeceler, mini bar. Bunları unuttum size göstermeyi. Sonra fen ve diğer çekmeceler ve çok cool bir oturacaq. Burada da səbətlər istifadə eləməyiniz üzrə. Və nəticə itibarilə otaqdan girdiyinizdə ümumi görüntü belə bir möhtəşəm bir otaq. Dünyanın en büyük gəmisində ilk Azərbaycanlı addımı olarak qürur vericidir, həyəcanlıdır. Ve geminin birçok güzel yeri var. Çekip hamısını size göstereceğiz. Bak böyle.